Salam aleykum, hər kəs salamlayırıq. Samuz Quş Bazarından göstərib bildiyiniz kimi heyvanlar üçün lavazımatlar satırıq. Yem qablarımız 1 metrlik yem qablarımız 20 manatdır. 75 santimlər 15 manatdır. 50 santimlər 10 manatdır. 25 santimlər 7 manatdır. 5 manatdır. 15 santimlər. İtir yarımlıq su qabından tutmuş 2 litrlik, 5 litrlik, 7 litrlik, 12 litrlik su qablar buradadır. Asmayıblar ora. Minerallarımız 8 manatdır. Üzüklərimiz 10 qəpikdən başlayır, 15 qəpik, 20 qəpik, 30 qəpik. Nömrə ilə adlan nömrəliyində sifariş götürürük. İstəyənlər 050 763 41 01 nömrəsindən əlaqə saxlasınlar. Belə kodlu üzüklərimiz də var. Patkası 13 manatdır, 100 dənə içində. Rəhləri də görürsünüz, hal-hazırda olan rəhlər bunlardır. Rəhlərimiz var, quşları rəhləmək üçün, göydə tanımaq üçün. 5 manatlı bir dənəsi qaradır, qırmızıdır, göydür, bənövşəyidir. İstəyənlər 050 763 41 01 nömrəsindən əlaqə saxlasınlar. Foluqları da tünəkləri göstərək. Quş üçün nə istəsəz varımız belə deyə, toyuqlar üçün, quşlar üçün. İstəyənlər bizdən əlaqə saxlaya bilər inşallah. Bildirçin yumurtalar satışda olur, göstəriyor onları da. Bildirçinləri də özümüz saxlayırıq. Hər gün sveci yumurtalar götürülür, 60-70 dənə yumurta götürür hər gün. İstəyənlər nömrəmizlə əlaqə saxlasınlar. Bir daha nömrəni təkrar edirəm, 050 763 41 01. Çox götürənə endirimdə olunacaq. Salam aleykum Məşədi baba. Nə var, nə yox canım başın? Allah köməyin olsun. Məşədi baba, bir dənə quşların qiyməti deyə, boynu güllü. 15 manat. 15 manat, maşallah olsun. Mayadır? Yox, erkək. Erkəkdir. Tirə boyu neçədir bu? O da sonu 10 manat. 10 manata. Mayadır. Bunlar da 5 manatdan. Bir dənəsi 5 manatdan. Burada da var. Ay maşallah. Əbrəş boynu? Bu 15 manat de bu. Erkek. Bu sarı boyun. Sarı boyun satılmır. Onu almış. Ha, bu bizi 15 manat. Belin akıntısı olan 15 manat. Bu maya da 15 manat. Bu sarı boyun sirəsi var. Dirə boyun belə deyə. Dede bu boyun əbrəş 35. 35 manatı, bu da boyun əbrəşdir. Manatı var. Nömrəni de. 051 892 0919. 051 892 0919. İstəyənlər əlaqə saxlasınlar. Bazar olsun. Sağ ol. Yedim gəl. Şundan da bir dənə qiymətlər deyəcəm olmasa. Qiymət 8 manatdan başlayır. Aha. 25 manata kimi. 25 manata kimi. O bir dənə əbrəşin qiyməti nədir amma? Hansı əbrəş? O deyil. Dipdəki yağındakı. Bu 15 manat. Maşallah olsun. Qəşəng əbrəş. Sağ Qəşəng ağlar var, rəhli qanatlı ağlar adadlar var, qəşəng. Hamısının uçuşu var. Uçuş deyil onlar. Əbrəş ağa başlar neçədir bu? Onlar da verərəm 15 ilə verərəm. 15 manatdan. 15 ilə verərəm. Nömrəni də zəhmət olmasa. Nömrə 070 070 315 315 15 73. 15 73. İstəyənlər olsa əlaqə saxlasınlar. Ünvan masajıdır. Həyətdə başqa quşlar da var. 500 600 lira kuş var. Gəlib seçib də götürə Hə, bilərsiniz. gəlib seçim edilir. Quşuna görə qiymət dəyişir. Bəli. Bazar olsun. Sağ ol, sağ ol. Gəl çözürsən. Ağurda neçədir bu? Kuru. Mora neçədir bu? Orada 5 manat. 5 manatdan. Bu ağ, hündür ağın. Bazar olsun. Ağların qiyməti nədir də? Ona 5'ə 7'yə. Sil mayanı ver qaqaşa. Git sil mayanı ver qaqaşa. Nömrə deyirsiniz? Oyuncular neçədir? 15 manatı maşallah qəşəng quşlar var. Çilər neçədir bə? 10 manatdan. Bazar olsun. Salam əleykum. Neçədir bu boynu güllülər, qara piyorkalar? 20'ye de var 15'e de. 20'ye 15'e. Dəstədirlər bundan quyduqları? 7 tane aşağı büyük ne olacak? 7 dənə zabrezli oyunu. 20 manatı deyəsən bir dənəsi? 20'ye 15'e. 20 manat, 15 manat. Nömrəni deyə zəhmət olmasa? 055 787 67 53. İstəyən olsa əlaqə saxlasınlar.
Ünvan buzovna. Bazar olsun. Bu maya da ya şeydi. Sarıboy mayadır. Şeydi. 25 mi? Vallahi deyirəm də. Böyle değil. Kesin sen. Gəlim doğru. Qırmızı boy neçədir də? 150 manat. Cütə 50 manat. Sarı boyna qırmızı boy cütə 50 manat. Ağlar? Ağlar 20'ye. Ağların bir dənəsi 20 manata. Ben onu tutmam da. Pavli neçədir bə? 10 manat. Nömrə deyə satmaq üçün 070 449 4044. Bu çöpə ağlar 20 manatdır. Neçədir bunlar? 20-25. 20-25'e. Aylarla açma. Sen de açılma. Bunlar da həmin nömrəyə aiddir. Sən orası əlaqə saxlasınlar. Bazar olsun. Salam aleyküm. Nə var nə? Neçədir boyun güllər? Güller 130 manat. Ağlar? Ağlar 15 manat. Bir dənəsi 15 manatdan, bir dənəsi 15 manatdan. Nömrə deyirsən? 55, 55 232, 232 13 15. 0315. İstəyənlər olsa əlaqə saxlasınlar. Bazar olsun. Sağ ol Allah. Nə var nə yox? Allah köməyiniz olsun. Çillərin qiyməti nədir? Bir dənəsi 10 manat. Ağbaş? 20 manat. Sarı boynu güllü? Sarı da 25. 25 manata. Dəstədir? Yok yanlış abi. Yanından 2 dənə ağı var. Onlar içindir. Qaralar, göylər. 4, 5, 6, 7 manata. Əbrəş neçədir bə? 7 manata əbrəşdir. Doğru əbrəşdir oğlum. Nömrə deyirsiniz? 051 332 69 15. İstəyən orası əlaqə saxlasınlar. Bazar olsun. Tabi oyuncular neçədir ha? 10 manat. Göyçət neçədir bə? 30 manata. Bunlar içindir. Bunlar neçədir bə? Əbəş boyun. 30 manata. Qara çəplər neçədir belə deyək də? Bir dənəsi 20 manata. Bazar olsun. Nömrə deyirsən? Nömrə demir dayı. Maşallah olsun. Neçə sar çəplər? Yok burada gelir 30 manat değil. Bir dənəsi 30 manata. Əla. Boyunculü neçədir bə sarı boyunculu? 20 manat. Göy boyunculu? 30 manat. Yəsi burada yoxdur, nömrəsi. Deyə bilmirik. Maşallah olsun, bazar olsun. Maşallah olsun. Əbrəşə neçədir? 30 manat. Bir dənəsi? Bir 30 manatdan. Kırmızı baş neçədir bə? 20 manat. Köy, Qaragöy? 15'e. 15 manata maşallah qəşəng. Obislər içindir. Valla 3 manattandır. Bunlar qaralar 3 manatdandır. Burada da var 10 manattan 20 manat. 10 manatdan 20 manata kimi. 20 manat hansıdır? 20 manat da de bu göbləqdir. Göğəbləxdir. De bunlardır. Qaragöylə bu qara hazır 30 manat. 30 manatdan da. O bizlər də 10 manat. Bu bizlər də 10 manatdan. Nömrə deyirsən? 070 070 335 335 60 20. 60 20. Ünvan da biləcəkdir. Ünvan biləcərdi, istəyən o əlaqə saxlasınlar. Gəlib seçib götürə bilərlər. Həyətdə də başqa heyvanlar var, istəyənlər gəlib götürə bilərlər qardaş deyir. Amma başqa şeydir. Bazar olsun. Maşallah olsun. Bunların qiymətləri nədir? Ağın qiymətləri nədir? 10 manata. Əbrəş. Əbrəş neçədir? Bir dənəsi 10 manatdandır bunların. Nömrə deyirsən? Bazar olsun.
Neçə delfinlər? 360 manata. Bu manaqlar? Manaqlar. 80 manata. Çaykalar neçədir bə? Xeyirli olsun, maşallah olsun. Qardaş çaykalar satıb, çaykalar alınıbdır. Qiymətlər nədir? Bağbaşın qiyməti nədir? 10 manat. Boynucüllər? 15 manatdan. Bazar olsun. Nömrə deyil satmaq üçün? Burada kuşlar da var. Bunları da göstərim elə biləcəksə. Bu videonun axırında inşallah həyat videoları olur. Yarışın iştirakçılarının çəkiş edirik. Həmin videonu da izləyin, zəhmət olmasa bəyənin, dəstək olun. Biz də həvəsini çəkiş edirik. Yəni videolarımıza izlənmə çox az gəlir, bəyənmə çox az gəlir. Onun üçün də çəkişləri eləməyə həvəsimiz olmur. Dəstəkləri gözləyirik. Allah hər bizdən razı olsun. Təşəkkürlər.